Salam, hər vaxtınız xeyir dəyərli izləyicilər. İndi izləyəcəyim suallar 26-2025-ci il 5-ci siniflərin lise və gimnaziyalara qəbul suallarının 21-dən 40-a da izahını verəcəm. İlk onu deyim ki, bu videonun şərhlər bölməsində lise və gimnaziyalara qəbul düşə biləcək sualların paylaşıldığı Telegram və WhatsApp qruplarının linki paylaşılacaq. Hər kəs qoşula bilər, ödənişsizdir. Həmçinin paylaşa bilərsiniz istədiyiniz şəxslərlə həmin qrupların linklərini. Həmçinin kanala mütləq abunə olun ki, hər paylaşılan videodan anında xəbərdar olasınız. Çünki lise və gimnaziya qəbul düşə biləcək sualların izahı paylaşılır. Onu da anında görüb, izləyib, uğur qazanmaq istəyirsinizsə abunə olun ki, videolar anında qarşınıza çıxsın. İndi keçək izaha. Bizə 16N, 13N və 15N ifadələri naturalar varsa, ən kiçik qiymətinin rəqəmlər cəmini tapın deyir. Burada ət-köpü tapmalıyıq. Ən kiçik qiymətinin rəqəmlər cəmini tapmaq üçün 12, 16 və 15-ə ət-köp elə 240-dır. Axtaracaq. Rəqəmlər cəmini edəcək 6. Cavabımız A variantı. Keçir 22-yə. Deyir, deməli, şəkildə A köynəyi 60 manatdır, B köynəyi 80 manat. Deyir ki, A firması köynəyi satışına 40% zərər edir. Yəni 60 manatdan 40% zərər, 60-ı 40-a vurub, 100-ə bölür 24 manat zərər. B firması, yəni 80 manat, 20% qazanc əldə edir, yəni 80-a 20% qədər, 16 qazanc. İndi zərərimiz daha çoxdur deyə, zərərdən qazancı çıxırıq, 8 manat zərər etməyimi tapıram. A variantı. Keçir 23-cü suala. Əbab AB 1 olarsa, ət-köp AB 20 olarsa, A plus B ifadəsinin ən böyük qiymətini istəyir. Buna hansı halda mümkündür? A-ya 1, B 24 versək, həqiqətən də əbabımız 1 olacaq, ət-köpümüz 24, ən böyük qiymət alacaq. AB cəmi 25. Cavab D variantı. 24-ə baxırıq. Fərqli uzunluqdakı taxta parçası verilmişdir. Usta hər iki taxtanı eyni uzunluqda hissələrə bölmək istəyir və ən az neçə taxta parçası olar. Ən az olmaq üçün daha böyük taxta parçasını ayırmaq lazımdır. Hər iki taxtanı. Yəni, əbab axtaracaq. 180 225, bu da 45'dir. 180 45'e bölsəm 4 edir. 225 45'e bölsəm 5. 5 bu da 4 edir. 9 dənə taxta parçası ən az. Keçirik 25'ə. Onlar iki ağac arasındakı məsafə 20 addımda gedir. Onun bir addım uzunluğunu tapın. Ümumi uzunluq 12,2'də 1'dir. Yəni 2'də 25'dir. Ümumi uzunluğu böləcəm addım sayına 20'yə. Bir addımı tapmaq üçün. Bu deyir 2'də 25 vurulsun 20'də 1. 20 ilə 25 xısacı 5 qaldı, 4 qaldı. 2'ni 4'ə vurdum. 8, bu da 5. Cavab 8'də 5 A variantı. 26'ya baxırıq. Deməli, bir stol və stulu ibarət verilmişdir. Aşağıda usta bu stol stulu dəstindən 6 ədədini 20 gündə görür. 6 ədədini 20 gündə görürsə, deməli, bir gündə nə qədərini görər? 6 bölünsün 20 qədərini. Yəni, 20 gündə 6 ədəd 50 isə, mən 6'nı 20'yə bölərək, bir gündə 26 etdiyini tapıram. Bunu ixtisar etsək, 10'da 3. Usta budur. Tələbəsi isə 25'də 4'ünü görür bir gündə. Çünki 4 ədədini 25 gündədirsə, mən 4'ü 25'i bölərək bir gündə 25'də 4 hissəsini gördüyünü taparam. Bunu bizə deyir ki, ikisi birdə 138 ədədini, 138 ədəd stol stulu neçə günə görər? İkisi birlikdə bir günü baxaq gör nə qədər edir. Biri 25'də 4 idi. Digəri 10'da 3. Bunlara ortaq məxrəc
50'dir. Ona görə sürətməni 2'ye vurdum. Bunu isə 5'e vurdum. Bu deyir 50'də 8 üstə gəl 50'də 15. Bu deyir neçə? 50'də 23. Deməli ikisi birdə bir günə 50'də 23 edir. Mən də ümumi 138 ədəd hazırlamaq istədikləri üçün 138 bölürəm bir gündə gördüyüm hissiyə. Bunu tapmaq üçün 138'i vuracaq 23'də 50'yə. 23'dən də 38 qısaca 6 qalır. 6'ını da 50'yə vursaq edir 300 günə. Cavab C variantı. Keçirik 27-ci sola. 27'də deyir ki, sayı malik kiçik kvadratların əmələ gələn və ümumi sayıları uyğun olaraq, yəni birinci sabit dediyi üçün sabit 7,5'dir. Yəni bu fiqurun sahəsi 7,5'dir. Digəri isə 5 verib. Buranın sahəsi 5'dir. Deyir ki, bəzi xanlar rəngləyiblər. Buna görə sabirin boyadığı ümumi sahə malikin boyadığı ümumi sahədən nə qədər çoxdur? Yəni rəng istəyən sahələrini tapıb fərqini tapasıq. Sabirin rənglədiyi sahədən malikin rənglədiyi sahəni çıxmalıyıq. İndi baxası olsaq bu fiqurda 30 dənə balaca kvadrat var. Yəni belə 30 dənə 2, 3, 4 yəni saysaz 30 dənə belə balaca kvadratlar var. Bir dənəsinin sahəsini tapmalıyıq. Ona görə 7'dən 15'i bölürük 30'a. Bu deyir 0,125. 0,125 edir. Bir dənəsinin sahəsi. O zaman sabir neçə dənəsini rəngləyib? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11'ini rəngləyibsə, deməli bir dənəsinin sahəsi 0,125 olduğu üçün 11'i vururam 0,125'e edir 2,175. Bunu tapdıq. Deməli sabit bu qədər edir. Malikə baxsaq, bura 20 dənə, yox 25 dənə kvadrat olduğunu taparaq balaca belə. Saysaz balcanın sayını belə. Mən saymadım. Saydım, yəni 25 dənə oldu. 5'i də 25'e bölsəm, ümumi sahəsi bura 5 veribsə, ümumi sahəni, yəni 5'i mən bütün balaca kvadratların sayını, yəni 25'e bölsəm, bir dənəsinin sahəsini tapıram. Bu da deyəcək 0,2. Baxaq gör neçə dənəsini rəngləyib. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9'unu rəngləyibsə, 9'u da vuracağım bir dənəsinin sahəsini, yəni 0,2'ye 1,8. O zaman biri 2,75, biri 1,18 fərqini istəyir. 2,75'dən də 1,18 çıxsa deyəcək 0,95. Yəni cavab C variantı. 28'e baxırıq. Kamil kare formasında olan bağın ətrafına şəkildəki kimi taxta hasar çəkmək istəyir. O bağın bir tərəf üçün şəkildə ölçəyi verilən 40 ədəd çağırılı. 40 ədəd də üfüqi taxta üfüqi baş şağılı bundandır. 40 dənədir. Görərdim bunu. 40 dənə də bundandır. Bir tərəfində, yəni kvadratımın. Kvadrat formasında bir dənə hasar var. 40 dənə bundandır, 40 dənə bundan. İndi sahəsini istəyir ümumi bu kvadratın. Sahəsini istəyirsə tərəfini tapmalıyıq. Bir dənə tərəfində 40 dənə bundan var, 40 dənə bundan. İndi bir dənəsinin ölçüsü 4'də 1 isə 40'ı 4'də 1'e vuracağım. Edir 10. Ben 10 metr bu taxtalardan əmələ gəlir bir tərəf üçün 10 yazdım. İndi bundan da 40 dənədir. Bunu biri ölçüsü 29'dur. Yəni 29'u vururam 40'a. İxtisarətsə 2 qalır. 2 vur 9, 18. 18'i bu yerdir. 10 üstü 18 edir 28. Deməli ümumi bir tərəfimiz oldu 28. Kvadrat olduğu üçün hər tərəf 28'dir. Sahəsini tapmaq üçün eni uzunluğuna, yəni 28'e vururuq. 28'e vuracaq. C variantı 784 olacaq. Keçirik 29'a. Kiçik kvadratın perimetri böyük kvadratın perimetrindən 8 kiçikdir. Yəni kiçik kvadrat çəkirəm. Yəni böyük. Perimetri 8 kiçikdir. Buna A verəcəm tərəfə. Perimetri 4 olacaq. Böyükdür bundan 8 böyükdür. Yəni 32 olur.
O zaman tərəfləri 8A olacaq. 4-ə bölsəm. 4 dənə bərabər tərəf var ona görə. Sahəsi 8A, 8A vursam 64A kvadratı. Bunu A-A'ya vursam A kvadratı. Neçə dəfə böyük olur? 64'ü 1A kvadratına bölsəm 64. Cavab D variantı. 30'a baxırıq. Satçının nahara qədər bütün almaların 3'te 1'ini, sonra isə 55 kiloqramını satdı, 11 kiloqram alma qaldı. Əvvəz düşən kiloqram alma var idi. İndi x qədər alma var və x qədər alma bərabərdir mənim satdığım almaların miqdarına və ambarda qalan alma miqdarına. Satdığım 3'te 1 x'dir, sonra 55'dir, çünki 3'te 1'dir, 55 satıb və 11 qalıb. 11'i gəldirəm, edir ümumi kütlə, yəni x. İndi 55 ilə 11'in cəmi 66 deyir. 3'te 1 x yazıram. Bərabərdir x. X'imizi də 3'te 3 x kimi göstərə bilərik. 3'te 3'dən də 3'te 1'i çıxsaq, eyəcək 3'te 2 x bərabər 66. X'i tapmaq üçün 66'nı böləcək 3'te 2'ye, o da bərabər 66. Bu olsun 2'de 3. Sadəcə 22 33 qaldı. 33'e çörsək 99. Yəni əvvəlcə 99 kiloqram var idi, D variantı. 31'e baxırıq. 2 otomobil eyni vaxtda A nöqtəsindən əks istiqamətli yol düşür. Yəni biri belə düşürür, biri də belə. İndi ki, bu avtomobillər arasındakı məsafə 688 olur 4 saatdan sonra. Deməli 688'i əvvəlcə böləcəm 4'ə görək bunların sürətlər cəmi neçədir? Çünki bunların arasındakı məsafə niyə görə artır? Hər ikisinin ümumi getdiyi yola görə. Yəni biri belə gedir, biri belə. Yəni ikimiz birlikdə aralanlıqda bir-birimizdən. Ona görə sürətlərimiz də deməli toplanılır. Vurmuşuq 4'ə, 4 saat yol getmişik. Alınıb 688. Yəni mən ümumi yolu 4'ə bölsəm, ikimizin birlikdə sürətlər cəmimizi taparıq. 688'i də 4'ə bölsək, eləcək 172. Deməli ikimizin birlikdə sürəti, ikimizin yəni 2 dənə avtomobil sürəti birlikdə 172'dir. Birini 88 veribsə, 172'dən çıxacam 88'i, digərini tapacam. Yəni çıxsaq 88 deyəcək 84. Yəni cavab 84 A variantı. 32'ye baxırıq. 32 üst uzağın tərəflərindən biri 12 3 uzaq çəkək bir dənə. Bir tərəfi 12'dan 8'də 3'dür. Digəri deyir, ikinci tərəfdən 4,24'də 5 cm böyükdür. Böyükdürsə, deməli 12,8'dən 4,24'də 5 çıxacam. Digərini tapacam, ikinci tərəfi tapacam. İkinci tərəfdən deyir böyükdürsə, deməli ikinci tərəf bu qədər kiçikdir birinciden. Çıxıram indi 12,8'də 3'dən çıxıram 4,24'də neçəni? 5'i 2 ikinci tərəfin uzunluğu tapaq. Buradan da məxrəcləri bərabərləşdirmək üçün surət və məxrəcini 3'ə vuracağım. Eləyir 12,24'də 9 çıxılsın 4,24'də 5. Bu da yiyəcək neçə? 12'dən 4 çıxsaq 8,24'də 9'dan 5 çıxsaq 4. Deməli 8,24'də 4 oldu. İkinci tərəf. Onu da yazıram. Buraları silirəm. Elə cavabı saxlayırıq. Olsun ikinci tərəfə. Bura yapışdıraq. Şimdi keçək üçüncü tərəfə baxaq. Nə deyir? Deyir, üçüncü tərəfdən isə 3,2 cm kiçikdir. Yəni bu üçüncüdən kiçikdir 3,2 qədər. Yəni bunun üstə 3,2 gəlsəm tapacam nəyi? Üçüncü tərəfi. Bu da yəni sürət məxrəcləri nəsə bunu aşağıdan toplayaq. 12,8'də 3 üstə gəl 3,2. Bunlar üçün də ortaq məxrəc
24 ona görə buranı 3-ə vuram. Sonra məxrəcini buranı isə 8-ə vururuq. Alınır 12'dan 24'də 9 üstə gəl 3'dan 24'də 16 bu deyir 12 tamla 3 tam eğir 15 tam 24'də 9 üstə 16 yazı eğir 25 bu da eğir 25 24'ə bölsək 1 tam eləyir o 1 tamlı bu 15 üstə gəlsək 15 də bu eğer 16 tam 25'te 24'də böləndə 1 tam 1 qalıq qalmışdı yəni 24'də 1 edir. Mən 3-cü tərəfi tapdıq. Dolayı silirəm 3-cü tərəfi aparıb 3-cü tərəfə yapışdıraq. Bura qoyuruq. Bizə deyir ki bu üçbucağın perimetrini tapın. Bütün tərəfləri toplayırıq. 8 tam 12 tam 16 tam çeyir. 8 12 20 16 36 tam 24'də 36 tam 24'də indi sürətlərini toplayaq 4 da yox burası buram 8'də 3'dür buram ona görə sürət məxrəcini 3'ə vuraq ki olsun 12 tam 24'də 9 bizə 9 bu da 4 eğri 13 üstə 1 bu da 14 yani 14 yazıram 36 tam 24'də 14 bunları iqtisar etsək 2'ye 36 tam 12'də 7 tapıram o deyib B variantı. Keçək 33-cü suala 33'də deyir ki 2 saatdan birincisi 8 dəqiqədən 1 ikincisi isə 10 dəqiqədən 1 zəng çalır. Hər 2 saat ilk dəfə 11:40-da yəni 11:40-da ilk dəfə zəng çalınır birinci dəfə. Deyir hər 2 saat 11:40-da zəng çalır ilk dəfə eyni anda 5-ci dəfə saat neçədə zəng çalar. 5-cidə yəni 4 dəfə eyni dəfə olur. Yəni nə demək istəyir? Bax biri 8 dəqiqədən biri isə biri 10 dəqiqədən biri isə 8-dən onun əkobunu tapırıq 40. Yəni hər 40 dəqiqədən bir hər ikisi eyni anda zəng çalacaq. Ona görə də birinci dəfə 11:40-dır. Bundan sonra 5-ci olması üçün 4 dəfə də 40 dəqiqədən bir zəng çalacaq. Yəni 40'ı ona görə 4'ə vururam 160. Yəni 5-ci dəfə 160 dəqiqədən sonra olacaq. 160 dəqiqədə 160'ı da 60'a bölsək 2 saat neçə 40 dəqiqə edir. 2 saat 40 dəqiqə. 11:40'ın üzərinə 2 saat 40 dəqiqə gəlir. Eğer 13 80 eləyir. 80 dəqiqədə neçə saat deməkdir? 1 saat 20 dəqiqə deməkdir. 80 dəqiqədən saatı çevirsək 1 saat edir. 13 üstə gəlsək 14 20 dəqiqədə qalmışdı da 14 20. Cavabımız yəni C variantı. 14 20. Keçirik 34-cü suala. 4'ün 5'e ölçüldüğü uzağı verilmiştir. Mümkün rəngli kartlara uyğun hissənin 75% olması üçün rəngsiz xanların daha neçəsi əlavə olaraq rəngləməlidir. 4'ün 5'e deməli 20 də xana var burada. 20'nin 75%'ini tapmalıyıq əvvəlcə. Tapsaq 75%'ini 75'e vurub 100'ə bölürük 15. Deməli 15 tapdıq. Normalde 15 dənə rəng olmalı. 75% rəng olması üçün. Bax görün neçə dənə rəng var? 1, 2, 3, 4, 5, 6, 7 dənəsi rənglər. 7 dənəsi rənglərsə 15'dən də 7'sini çıxsam 8 dənəsində rənglənməli olduğunu tapıram C variantı. Yəni 8 dənə rəngsə 15 dənə olur. O da 75% rənglənmiş olur. X, Y, Z müxtəlif notlardır. X üzəl Y-də 18, Z 24 və 40 olduğuna görə X-in ola biləcəyi ən kiçik qiymətçi olar. X-ə ən kiçik etmək üçün bunları ən böyük etməliyik. Müxtəlif notlarlar deyir. Z, X, Y. Ona görə də mən 24'ün bölündüyü ən kiçik ədədlər verəcəm ki bunlara Y və Z-də. Ki qoy bu kəsirlə bu kəsir ən böyük olsun. X-ə ən kiçik qalsın. İndi Z-də 1 verəcəm. Y-də 2. 24'ü 1'ə bölsəm. Yəni o verdim. X üstə gəl. Y2 verim. 2'dən 18. Üstə
Üstə gəl 1-də 24 oldu. Bərabər 43 verir. O zaman x üstə gəl 2-də 18 9 deməkdir. 18 2-yə böldük. 24-də 1-ə bölsək 24. Bərabər 43. Buradan da x bərabərdir. 9-dan 24-ün cəmi 33 edir. Yəni x üstə gəl 33. Bərabərdir 43. X də bərabərdir 43 çıxılsın 33. Bərabər edir 10. Yəni ən az qiyməti 10 olur C variantı. Yəni biz bu iki kəsiri ən böyük götürük ki, qoy. X ən kiçik olsun, bizdən kiçik istəyir 10. Cavabımız yəni C variantı. İndi 36-cı suala baxırıq. 36 deməli aşağı sütunlu diaqram bir avtomobil qaryasında satılan 5 fərqli avtomobil markasının satış miqdarı göstərilir. Baxın, ümumi neçə maşın satılıb? 20 dənə bu yaşıldan satılıb, tünd yaşıl deyək. 10 dənə açıq yaşıl, 40 dənə sarıdan, mavidən də 20 dənədir. Toplayaq indi 20, hamısını yazaq burada. 20 bu oldu, sonra 10 bu oldu, üstə gəlirik. 40 dənə sarı oldu, üstə 40 gəlirik. 20 dənə yenə bundandır, bundan da 20 dənədir. Yenə 20 gəlirik. Daha sonra bunlarıncıdan da 30 dənə, üstə 30 gəlirik. Üstə gəl bir 30. Toplasaq hamısını 20, bu da 10, 30, 70, 50, 80. Mənə 80 daha maşın satılıb. Biz deyik ki, sütunlu diaqrama uyğun dairəvi diaqram aşağıdaşlar hansıdır? İndi baxsaq, bu tünd yaşıldan 20 dənə satılıb. Bu 20, 80 hansı hissəsidir? 80-da 20, 80 4'də 1 edir. Yəni, burada deməli 4'də 1 olmalıdır. Baxas olsaq, tünd yaşıla, bu ümumi dairə neçə dərəcədir? 360 dərəcə. Yəni, 360-ın 4'də 1'ini tapacağım. Neçə? 360-ın 4'də 1, 90 dərəcə. Deməli, tünd yaşıl 90 dərəcə olmalıdır. Yox. Nəsə, bir dənə baxaq. Deməli, ümumi topladıq sayısını bir də baxaq. 20, 10, 30, bir də 20 gəlsək. Ona görə 50, səhv toplamışıq burada. Yəni toplayaq, bax. 10 dənə idi, 10, üstə gəl. Bu 20 oldu. Üstə gəl, bu da 20'dir. 2 dənə 20 gəlirəm. Sonra üstə gəl 30. Üstə gəl 40. Neçəyir? 10'dan 20, 30, 50, 80, bu da 40, 120 edir. Bu 80 əmrə 120 edir, üzrü sayın. Deməli 120'dir. Ümumi marka sayı. İndi baxsaq, bu 20 dənədir. Tünd yaşıl. Yəni 120'də 20'si tünd yaşıldır. Bu hansı hissəsini təşkil? 6'da 1'ini. Deməli, ümumi dairənin də 6'da 1'ini təşkil etməlidir. 6'da 1'ini tapsaq 60 dərəcə. Deməli, tünd yaşıl 60 olmalı. O da A'nın C'ye 60 verir. Burada 45 verir. Yəni C səhvdir, 45 verir. A'da 30 verir, bu da səhvdir. Deməli, D'də 30 dərəcə verir, səhvdir. Deməli, A'la B variantı ola bilər. Çünki hər ikisində 60 dərəcə verir, tünd yaşlı. Keçək indi digərlərinə baxaq. Məsəl üçün, baxıram, bu açıq yaşlı 10'dur. 120'də 10 hissəsidir, yəni 12'də 1. Deməli, 360'ın ümumi dairənin 12'də 1'ini tapsam, Ecəyə 30 dərəcə. Deməli, açıq yaşlı 30 dərəcə olmalıdır. Bu ikisindən burada 45 verir, bu səbəbdir. 30 verir, deməli, cavab A variantı olacaq. Digərlərin heç baxmaya ehtiyac yoxdur. Keçirik 37-ci suala. 37-ci sualda aşağıdakı ədəd oxu xətlərlə bərabər hissələrə bölünmüşdür. 3,174 bir də 3,175 verib aralığımızı. Baxaq şöyle neçə ara var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 ara var. Baxaq şöyle hər ara neçədir? 3,174'dən çıxıram 3,175'i edir 0,1
10 ara olduğu üçün 10'a böləcəm. Bölürəm 10'a edir 0,1. Hər ara 0,1'dir. A-nı istəyir bizdən. İndi bu arxasına 0 qoyacağım belə. 0,1'də olduğu üçün bunları 1000'ə çevirdim. 0,1'də 740, burada 750'dir. Hər ara 1 deyə 1 gələcəm. İndi bura olacaq 700, 3,100'də 1000'də 741. Bura olacaq 42. Burası olacaq 3, 4, 5, 6, 7. A olacaq 8. Yəni 3 tam 1748. Cevabımız oldu 3 tam 1748. A variantı. 38-ci sola baxırıq. Aşağıdakı rəvəsi ödənməsi üçün A-nın alabileceği ən böyük nöqtəli qiymət neçə olar? Əvvəlcə onluq kəsirlərdən qurtaraq kəsirlərimizi. Bunu sürə məxərcini 100'ə vursam, eləcək buranı 100'ə vursam 30 eləyir. Buranı 100'ə vursam 15. Yəni A vurulsun 15'də 30 alınır. Üstə gəl. Buranı 1000'ə vuracam. Eləcək 25. Surətlə 1000'ə vursam eləcək 600. Kiçik 130'dan. 30'u 15'e bölsək edir necə? 2'dir. 600 de 25'e bölsək eləcək 24. Kiçik 130'dan. Buradan da 2 üstəcək 24 neçə? 26. Yəni A vurulsun 26, o da 26A. Kiçik 130'dan. Buna A'nı tapmaq üçün A da kiçikdir. 130 böl 26 5. A 5'in kiçiksə A'nın ən böyük qiymətini istəyir bizdən 4. Cavab B variantı. 39-cu suala baxırıq. Vurub açırıq. 3x-ə vursam 3x. Üstə gəl 3'ü 4'ə vuram 12. Üstə gəl 4x-ə vuram 4x. Üstə gəl 4'ü 5'ə vuram 20. Bərabərlik 123. 3x-dən 4x toplayacağım 7x. Bərabərdir 123'dən də çıxacam 20 ilə 12'ni cəmli, yəni 32'ni. 12 ilə 20 cəm 32 aldı, 123'dən çıxdım. 7x bərabər 91. X də bərabərdir eləcək 13. Cavab C variantı. Keçi 40-cı sola. Yox, burada deyil, buradadır. Yine aşağıdaki bir küpün açılışı verilmiştir. Ki bu bir yazılan üzü ilə ortaq bitişik tərəf olmayan üz aşağıdakilərin hansıdır? O birin qarşısında duran tərəf olacaq. Bir yazılan tərəfin. Burada 2 olmur, 3 olmur. Buradan bitişir. 4 olur. 4 tam qarşısına düşür. Çünki 4 buradan bitişir. Bir de buradadır. Yəni heç bir ortaq yerləri yoxdur. Yəni 4 olacaq. Cavab B variantı. 40'a kadar izahımız bu kadar. Növbəti izahda da 41'den 60'a kadar izah vereceğim. Abone olmağı unutmayın. Abone olmaq sizler üçün də yararlıdır. Düzdür, mənim üçün yararlı, amma sizler üçün yararlıdır. Niyə? Çünki anında video sizin qarşınıza çıxır. Siz də baxaraq daha tez izləyərək imtahanlar olmadan həmin qəbul ediləcək suallarla tanış olursunuz və qəbulda daha çox yüksək bal əldə edirsiniz. Buna səbəb olur, yəni mütləq abunə olmayı unutmayın. Sağ olun, təşəkkür edirəm.